Peyğəmbərdən eşitdim ki, belə buyurdu sallallahu aleyhi və səlləm. Məndən sonra imamlar 12 dənədir. Tis'ətun min sulbil Hüseyn. 9-u İmam Hüseyn əleyhissalamın nəslindədir. Vəl Məhdiyyü minhum. Məhdi də onlardan biridir. Bu hədisi sənədi mən qeyd edirəm ki, bu hədis artıq Əbu Səid Xudriyə yetişmir. Bu Əbu Hüreyrəyə. Əbu Hüreyrə Şiə qaynaqlarında ravi baxımından siqə hesab olunmur. Amma əhl-i təsənnün bu şəxsin hədisinə önəm verirlər. Onun hədisini mən qeyd edirəm. Kifayətül Əsər kitabında 86-cı səhifədə 10-cu babda hədis 3. Əbu Hüreyrədən nəql edir ki, və cəəllaha kəlimətən baqiyyətən fi əqibihi. Bu ayənin təfsiri barəsində Əbu Hüreyrə deyir ki, Peyğəmbərdən soruşdum. Qalə, Peyğəmbər bu ayənin təfsirində belə buyurdu. Cəələl imamə fi əqibil Hüseyn. Allah Taala bu ayə əsasən imaməti qərar verdi İmam Hüseyn əleyhissalamın zürriyyəsində, nəslində. Yaxrucu min sulbihi tis'atun minəl əimmə. İmamlardan 9-u İmam Hüseyn əleyhissalamın nəslindən olacaq. Və minhum məhdiyyü hazihil ümmə. Bu ümmətin məhdisi də elə onlardandır. Sümmə qalə, sonra başqa cümlələrdə buyurdu. Baxın, tək Əbu Səid demir, Əbu Hüreyrə də deyir, digər səhabələr də deyir. Bunlar hamısı göstərir ki, 12 xəlifə hədisini biz Bəni Əbbas xəlifələrinə tətbiq edə bilmərik. Bəni Üməyyə xəlifələrinə tətbiq edə bilmərik. Çünki Allahın Rəsulu buyurur ki, 12 imam ki dedim, bunun 9-u İmam Hüseyn əleyhissalamın sülbündəndir.